بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين وصلى الله على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. السلام عليكم ورحمة الله وبركاته. Beləliklə bugün keçən dəfə qaldığımız yerdən davam edəcəyik. Biz Yəhyanın gizli kitabını araşdırdıq və bu olduqca gərgin və ağır, dolğun bir İncil əlyazması idi. Onun mənşəyi haqqında danışdıq və bir çox şeydən bəhs etdik. Düşünürəm ki, ikinci hissə əslində daha ağır, daha gərgin və möhtəşəm məlumatlarla, elmlərlə və sürprizlərlə dolu olacaq. Odur ki, göz qırpsanız bunu qaçıra bilərsiniz. Ona görə də bu gecə xüsusi diqqət yetirin. Special attention tonight. Beləliklə, bu Yəhyanın gizli kitabı ikinci hissədir. Və bunun lap əvvəlində mən bunu oxumaq və hikmət sahibinin qayəsində bu aspekti nəzərdən keçirmək istəyirəm. Hikmət sahibinin qayəsində yazdığım fəsillərdən birində mən natamam və tam sözlər anlayışından danışmışdım. Və bu, auditoriyamızın Yəhyanın gizli kitabının ikinci hissəsinə keçməzdən əvvəl tanış olması üçün çox vacibdir. Əsasən bizdə Əhl-i-Beyt əleyhissalamdan gələn bir çox rəvayətlər var ki, onlarda nəbiləri, elçiləri, Əhl-i-Beyt imamlarını kəlamlar, Allahın kəlamı kimi təsvir edirlər, elə deyilmi? Hətta Quran-ı Kərim İsa Məsihi təsvir edərkən ayələrdən birində onun Allahdan bir kəlam olduğunu deyir və həmin fəsildə mən İmam Əhməd Əl-Həsən əleyhissalam ilə bu söhbəti etmişdim və bilirəm ki, bu otaqdakı hər kəs yəqin ki, bunu artıq oxuyub. Lakin gəlin yenidən xüsusi diqqət yetirək. Mən İmam Əhməd Əl-Həsən əleyhissalama dedim, bu söhbət məni tüklərimi biz-biz edir. Bu mənə onu etdiyim vaxtı xatırladır. Bu onunla etdiyim ən dərin söhbətlərdən biri idi. Ondan soruşdum, keçmiş peyğəmbərləri iblis göndərib, sonra sustum və bu ondan eşitdiyim müəyyən şeylərə və o mərhələdə bildiyim müəyyən şeylərə görə idi. İmam Minhussalam gülməyə başladı və buyurdu, oğlum, mən bunu bilirəm, amma bu sözlər natamam sözlərdir. Sonra dedi, məni güldürdün oğlum, mən dedim, niyə atacam? İmam Minhussalam buyurdu, çünki sən sustun. O məni şok vəziyyətində gördü və dedi, mən isə hələ də gülürəm. O elə hey gülürdü. Mən də onun gülüşünə narahat şəkildə gülməyə başladım, amma niyə güldüyünü anlamırdım. Bu gərgin bir an idi. Mən dedim, xahiş edirəm atacan, gülüşünün haqqına xatir, de görüm, İsa Məsihdən əvvəlki bütün peyğəmbərləri iblis göndərdi. İndi də Allah sənin lütfünlə onların hamısını geri qaytardı, yoxsa necə? İmam Minhussalam buyurdu, kainat sənə fəda olsun, bəli, sənin haqqına and olsun, belə oldu. Beləliklə burada imam təsdiqləyir. O təsdiqləyir ki, Adəmin vaxtından etibarən göndərilmiş hər bir nəbi və elçi bu barədə düşünün, ta İsa'nın vaxtına qədər. Hamısı iblis tərəfindən göndərilib. İblis onları ayırıb seçdi, onlara missiyalar verdi. Onlarla danışdı və onları göndərdi. Bu inanılmazdır. Iblis chose them, he picked them, he gave them missions, he spoke to them and he sent them forth. That is incredible. Mən dedim, Sübhanallah, Sübhanallah, Sübhanallah. Onlara ikinci dəfə şans verildi, çünki hamısı həqiqətən iblisin Allah olduğunu düşündülər. İmam Minhussalam yenidən gülməyə başladı və dedi, məni güldürdüyünə görə Allah səndən razı olsun, hələ də gülürəm. O dedi, bax, Əba Cəfər əleyhissalam qarşımda oturub gülür və nəyə güldüyümü bilmir. Mən dedim, atacan, demək istəyirsən ki, natamam sözlər peyğəmbərlər idi. İmam buyurdu, bəli. Mən dedim, o vaxtlar onların ruhları güclü deyildi və zülmətlə qarışmışdı. İmam buyurdu, bəli. Mən bunu başa düşməyə çalışıram və bu necə mümkündür? Mən dedim, onda onlar eyni anda həm Allahdan, həm də iblisdən əmr alırdılar. İndi bu hissənin, bu aspektin, bu qəribə anlayışın altında 1000 dəfə xət çəkmək istəyirəm. Allahın iradəsi birtəhər onun düşməninin iradəsi və ya iblisin iradəsi ilə üst-üstə düşə bilər və bir fərd, bir elçi eyni vaxtda
həm nurdan, həm də zülmətdən əmrlər və göstərişlər ala bilər. An individual, a messenger, can be simultaneously at the same time taking orders or commands from both the light and the darkness. İmam Minhüssalam buyurdu, bəli, sənə bir nümunə verəcəm. Yusifin ruhu nə vaxt daha üstün idi? Bugün yoxsa bir neçə min il əvvəl? Mən dedim, səndən öyrəndiyimə görə bugün hər kəs əvvəlkindən daha üstün olmalıdır. İmam buyurdu, bəli. Əhsən, buna görə də sən bugün qaimsən, ey Ali Muhammedin qaimi. Mən dedim, yəni mən o günlərdə bəzi məsələlərdə iblisin əmrlərinə tabe olurdum. İmam buyurdu, eynilə. Mən dedim, Yaqubun bir mələklə güləşməsinin hekayəsi başdan sona onun Allahla güləşdiyini deyir. O iblis idi. Düzdür? İmam Minhüssalam buyurdu, bəli, düzdür və bugün onun başına gələnlərə bax və vəziyyətin nə qədər ciddi olduğunu anla. Əgər məsələnin üzərində diqqətlə düşünsən, məsələnin nə qədər təhlükəli olduğunu və təhlükənin nə böyüklükdə olduğunu anlayacaqsan. Mən dedim, atacan, İsa Məsihdən əvvəlki kitablar və şəriətlər, indi mən danışıram nəbilərin kitabları, elçilərin kitabları haqqında soruşmaq istəyirəm. Mən dedim, atacan, İsa Məsihdən əvvəlki kitablar və şəriətlər Allahdan və iblisdən gələn vəhlərin qarışığı idi. İmam Minhüssalam buyurdu, eynən oğlum, çünki peyğəmbərlər dini tam şəkildə insanlara çatdıra bilmədilər. Çətin idi, daha doğrusu, bəzən qeyri-mümkün idi. Görürsən, yer üzündə ən yaxşı ənsarlara sahib olduğumuzu hesab etdiyimiz bu dövrdə belə, insanlardan kafir olmalarından qorxaraq, həqiqətləri danışmaqdan çəkinir və bir çox həqiqəti ört-basdır edirik. Biz belə danışa bilmirik. Bəs o vaxtlar necə? Vallahi, o həqiqəti dedi. Mən dedim, doğrudur, iblis öz müqəddəs kitablarına daxil etsinlər deyə peyğəmbərlərə ayələr vəhy edər. Onlar da bunun Allah tərəfindən olduğunu zənn edərək çaşıb qalardılar. İmam buyurdu, bəli, edərdi. Bunun dəlili də onların etdikləri xətalar və bəzilərinin dəvətlərində üzləşdikləri problemlərdir. Və bilirsiniz, buna qarşı mübahisə edə bilməzsiniz. Sadəcə bu peyğəmbərlərin səhv etməsi faktı, şübhəsiz ki, o deməkdir ki, onlar müəyyən vaxtlarda Allah Subhanahu və Teala'dan başqasına itaət ediblər. Çünki əgər onlar yalnız Allaha itaət etsəydilər, heç bir səhv olmazdı, elə deyilmi? Və bəzilərinin dəvətlərində üzləşdikləri problemlər olmazdı. Mən dedim, bəs səndən sonra eyni problem bir daha təkrarlanacaq? İmam buyurdu, xeyr, bir daha olmayacaq, rahat ol. Ey gözümün nuru. Mən imamın sözləri üzərində təfəkkür etdim və bu mənə İsa'nın bu sözlərinin yazıldığı Nag Hammati kitabxanasından Böyük Setin 2-ci traktatı gnostik mətnini xatırlatdı. Çünki Adəm gülüş hədəfi idi. İndi bu başqa bir əlyazmadır. İsa deyir, çünki Adəm gülüş hədəfi idi. Çünki Hebdomat onu saxta bir adama çevirmişdi. Özünü məndən və qardaşlarımdan güclü hesab edirdi. Biz ona baxanda məsumuq. Çünki günah etməmişik. İbrahim, İshaq və Yaqub da gülüş hədəfi idilər. Çünki onlara saxta ataları Hebdomat ad qoymuşdu. Özlərini məndən və qardaşlarımdan güclü hesab edirdilər. Biz onlara baxanda məsumuq. Çünki günah etməmişik. Oğlunun Hebdomatdan təsirlənərək insanoğlu adlandırılması Davudu gülüş hədəfinə çevirdi. Özünü məndən və irqimin üzvlərindən güclü hesab edirdi. Biz ona baxanda məsumuq, çünki günah etməmişik. Süleyman gülüş hədəfinə çevrildi, çünki Məsih olduğunu düşünürdü və Hebdomat onu hədər etdi. Özünü məndən və qardaşlarımdan güclü hesab edirdi, amma biz ona baxanda məsumuq. Mən günah etməmişəm, 12 peyğəmbər gülüş hədəfinə çevrildi. Çünki onlar həqiqi peyğəmbərlərin təqlidçiləri kimi ortaya çıxdılar. Beləliklə, indi biz burada bəzi mövzuların mənasını tuturuq. Biz peyğəmbərlər haqqında bu mövzuları anlayırıq. İsa bu peyğəmbərlərin necə başqa bir şey əsasında modelləşdirildiyi haqqında danışır. Onlar başqa bir şeyin təqlidləri idilər. Onlar İsa'nın və qardaşlarının mövcud olduğu daha yüksək aləmlərdə mövcud olan bir şeyin təqlidləri idilər və onlar qeyri-kamil idilər. Lakin o dünyada yaşayan İsa bu dünyaya onların gəldiyindən fərqli bir şəkildə gəldi və o, onların gəldiyi yerdən fərqli bir yerdən və ya fərqli bir təbəqədən gəldi.
Hebdomat onları saxtakarlıqla vücuda gətirdi. Özlərini məndən və qardaşlarımdan güclü hesab edirdilər. Biz onlara baxanda məsumuq. Çünki günah etməmişik. Sadiq bir nökər olan Musa, Rəfiq adlandırılan bir gülüş hədəfi idi. Çünki məni heç vaxt tanımayan bu adam haqqında azğıncasına şəhadət etdilər. Nə o, nə də ondan əvvəlkilər Adəmdən Musaya və vəftizçi Yahyaya qədər heç biri məni və qardaşlarımı tanımırdı. Çünki onlar pəhriz qanunlarına və acı köləliyə riayət etmək üçün mələklərin əhkamına sahib idilər. Çünki onlar heç vaxt həqiqəti bilmədilər və bilməyəcəklər də. Bu çox təhqiramizdir, elə deyilmi? Normal ənənəvi yahudilərə və ənənəvi xristianlara görə bu son dərəcə təhqiramizdir. İsa indicə dedi ki, bütün peyğəmbərlər əsasən iblisin təsiri altında olublar. Onların heç biri onu tanımayıb və ya Allahı həqiqətən tanımayıb və onların riayət etdikləri o pəhriz qanunları, o şəriət hamısı sadəcə mələklərin qanunları və şəriətidir. Bu onun bağlı olmadığı şeylərdir. Onlar isə bu mələklər tərəfindən aldadılaraq özlərini bağlayıblar. Çünki onların ruhları böyük bir yanılmaya məruz qalmışdı. Bu da insanoğlunu tanıyana qədər azadlıq nousunu tanımaq üçün onu tapmaqlarını qeyri-mümkün edir. İndi atama gəlincə, mən o kəsəm ki, dünya onu tanımır və buna görə də o, mənə və qardaşlarıma qarşı çıxdı. Amma biz ona baxanda məsumuq, günah etməmişik. Yaxşı, indi mətnə keçək və görək bütün bunlar onların yazıldığı Yəhyanın gizli kitabı ilə necə əlaqələnir. Həvarilər tərəfindən yazıldığı iddia edilən ən erkən əlyazmalardan, ən erkən hesabatlardan biri olmasına baxmayaraq, o, Əhd-i Cədiddən çıxarılıb. Yəldəbusun anası baş hökmdara təhvil verdiyi gücü geri almaq istədi. O, ən mərhəmətli olandan, o, hər kəsin ana-atasından ona kömək etməsi üçün yalvardı. Hatırlayın, Sofiya Yəldəbusu yaratdı və o, Yəldəbusu əsasən cəhalət əməli ilə, Allahın icazəsi olmadan, tərəfdaşı ilə məsləhətləşmədən yaratdı və o, gücünü ona borc verdi və o, Yəldəbus indi bu nura sahib olan bir varlığa çevrildi. İndi Sofiya nuru geri almaq istəyir. O görür ki, oğlu kainatı məhv edir və o, gedib onu geri almaq istəyir. Onun müqəddəs əmri ilə o 5 nuru Yəldəbusun baş məsləhətçiləri şəklində aşağı göndərdi. Bunun vasitəsilə Yəldəbusun anasının ilahi gücü ondan alındı. İndi bu maraqlıdır. İndi bizdə yaxşı tərəfin təqiyyə etməsi, özlərini gizlətməsi var, bilirsiniz? Əhd-i Cədiddə deyilir ki, əsasən şeytan belə nur mələyi kimi görünə bilər. Bu isə bunun tərsidir. Bu, nur mələklərinin və ya nur qüvvələrinin Yəldəbusun müəyyən köməkçiləri və ya məsləhətçiləri cildinə girməsidir. Aha, bəs onlar nə edirlər? Onlar Yəldəbusa dedilər, ruhundan biraz insan üzünə üfür, onda onun bədəni ayağa qalxacaq. Yəldəbus ruhundan biraz insana üfürdü, lakin o ruh əslində anasının ilahi gücü idi. O nə etdiyini başa düşmədi. Çünki cəhalət içində yaşayırdı. Anasının ilahi gücü Yəldəbusu tərk etdi və ilkin insanın surətində formalaşmış psixi insan bədəninə daxil oldu. Beləliklə, Qurandakı o ayənin, o hekayənin, həmçinin Bibliyadakı Allahın öz ruhundan Adəmə üfürməsi haqqında danışan ayələrin burada baş verdiyini görürük. Lakin burada bir fərqli məqam var. O da budur ki, bəli, Allah ruhun üfürülməsini əmr etdi. Yəni, Allahın bunu əmr etdiyi deyiləndə, o həqiqətən əmr etdi. Lakin o, bu gücü geri qazanmaq və ya bu gücü iblisdən Adəmə ötürmək üçün daha böyük bir planın hissəsi kimi əmr etdi. Beləliklə, biz əvvəllər ilahi iradənin bəzən şeytanın iradəsi ilə necə üst-üstə düşə biləcəyi haqqında danışarkən, biz bunun məhz bu əlyazmada, bu hadisədə Adəmə ruhun üfürülməsi baş verərkən, ilk dəfə necə cərəyan etdiyini görürük.
Bədən hərəkət etdi, gücləndi, parladı. Yəldəbusun şər ruhları insana həsəd etdilər. Onlar onun yaradılmasına kömək etmiş və güclərini ona vermişdilər. Lakin indi onun anlayışı onlarınkindən, hətta baş hökmdarınkindən da böyük idi. Beləliklə, hər şey həsədlə bağlıdır. Hər şey ağla olan həsədlə bağlıdır. Ona nə qədər ağıl, nə qədər anlayış və hikmət verilib. Adəmin nurla parladığını, onlardan daha aydın düşündüyünü və şərdən azad olduğunu görəndə onu götürüb maddi dünyanın ən aşağı bölgəsinə atdılar. Mübarək olan ana, ata, xeyirxah və mərhəmətli olan, baş hökmdardan alınmış ananın gücünə şəfqətlə baxdı. İndi baş verən nədir? İblis qəzəbləndi. O Adəmi götürür, onu aşağı, daha sıx fiziki maddi ölçülərə və dünyalara atır, elə deyilmi? Adəm indi yuxarı səmalarda yaşamır. İndi o daha aşağı səmalarda yaşayır. Aydındır? Bəs nə baş verir? Uca Allah iblisdən Adəmə ötürülən o nura hələ də sevgi ilə baxır. Yəldəbusun şər ruhları insanın psixi bədənini yenidən ələ keçirə biləcəyi üçün o böyük mərhəmətindən irəli gələrək öz yaxşı ruhundan Adəmə bir köməkçi göndərdi. Bu köməkçi kimdir? Nurla dolu olan bir düşüncə gəldi və o, onu həyat və ya Zoya və ya Həvva adlandırdı, elə deyilmi? Or Hawa, right? O, insanla işləyərək, onu dolğunluğa qaytararaq bütün yaradılışa kömək edir. İndi burada baş verən bu maraqlı konsepsiya var. Adəm öz həyat yoldaşı olmadan natamamdır. Allah Adəmə kömək etmək istəyir. Beləliklə, o, Adəmin digər yarısını bir nur kimi onun içinə göndərir. Həvva indi orada məskunlaşır və ona kömək edir. O, onun dolğunluğunu bərpa edir. O, Adəmə xalqının necə aşağı endiyini öyrətdi. O, ona onun gəldiyi eyni yolla necə yenidən yuxarı qalxa biləcəyini xatırladır. O, necə aşağı gəldi? O, cəhalətlə aşağı gəldi. O, necə yuxarı gedə bilər? Mərifət ilə. Nurla dolu düşüncə Adəmin içində gizlədilmişdi ki, hökmdarlar onun haqqında bilməsinlər. Çünki o, analarının səbəb olduğu fəlakəti düzəldəcəkdi. Adəm aşkar edildi, çünki onda nurun bir kölgəsi var idi və onun ağlı yaradıcılarınkindən qat-qat böyük idi. Onlar yuxarı baxdılar və onun yüksək səviyyəli anlayışını gördülər. Hökmdarlar və şər ruhlar birlikdə bir plan qurdular. Onlar odu, torpağı, suyu və 4 şiddətli küləyi qarışdırdılar. Onları böyük bir qarışıqlıq içində bir-birinə qatdılar. Adəm ölüm kölgəsinə gətirildi. Onlar onu yenidən torpaqdan, sudan, oddan və küləkdən, yəni maddədən, qaranlıqdan, arzudan və süni ruhdan düzəltmək istədilər. Beləliklə, qısaca bu sizə biraz qarışıq görünə bilərsə, bunu sizin üçün sadələşdirsəm, burada baş verən odur ki, Adəm artıq yaradılıb, onun bədəni artıq mövcuddur. Lakin indi şər ruhların Adəmə əlavə etmək istədiyi başqa bir təbəqə, belə demək mümkünsə, ikinci bir bədən var ki, onu tamamilə idarə edə bilsinlər. O təbəqə nədir? İndi ona əsasən arzuları, zülmətləri, cəhaləti əlavə edirlər. Onlar ona şəhvətlər və süni ruh qoyurlar, aydındır? Buradakı süni ruh nəfsi əmmarədir, pis nəfs. Bu qarışıq bir məzar, yeni bir növ bədən oldu. O oğrular insanı onun içində bağladılar, onun unutqanlıqla zəncirlədilər və onu ölümə məhkum etdilər. Bu ilk eniş və ilk ayrılıq idi. Lakin onun içindəki nurla dolu düşüncə onun fikirlərini yenidən yüksəldəcəkdi. Hökmdarlar insanı öz cənnətlərinə yerləşdirdilər və ona sərbəst şəkildə yeməyi söylədilər. İndi Ədin cənnətinə çatırıq. Hazırıqmı? Lakin onların yeməyi acıdır, onların gözəlliyi çürükdür. Çünki Ədin cənnəti haradadır? O, İraqdadır. O, bu fiziki müstəvidədir. O, səmalarda deyil. O, əsasən çürüməyə məruz qalır. O, əbədi qalmır. Onların gözəlliyi çürükdür. Onların yeməyi aldatmacadır. Onların ağacları qanunsuzluqdur. Onların meyvəsi zəhərdir. Onların vədləri ölümə aparır. Onlar həyat ağacını cənnətlərinin ortasına qoydular. Mən sənə onların həyatının sirrini danışacağam. Bu, süni ruhla bağlı onların planıdır.
It is their plan concerning the artificial spirit. İndi nə baş verir? İndi əlyazmada İsa Yahyaya deyir ki, bağın ortasında bu xüsusi ağac var və bu ağac, bu həyat ağacı, əslində Adəm üçün bir tələ olaraq ora qoyulmuşdu. Və əgər o ondan yesəydi, bu ona pis nəfs, şər nəfs qazandıracaqdı. And if he ate from it, it was going to make him have this bad nefs, this evil nefs. Onun kökü acıdır, budaqları ölüdür, kölgəsi nifrətdir, yarpaqları yalandır, çiçəklərindəki nektar pislikdir, meyvəsi ölümdür, toxumu şəhvətdir, çiçəkləri qaranlıqda çiçəkləyir, ondan yeyənlər Hadesə məxsusdur və zülmət onların evidir. Hades and darkness is their home. Aha, bu qəribədir. Lakin xeyir və şəri bilmə adlanan ağac nurun düşüncəsidir, nurun epioniyasıdır. Beləliklə indi bir deyil, iki ağacımız var. Biri çox pis, çox şər, çox zəhərli görünən ağacdır və bu dırnaqarası həyat ağacıdır. İkinci bir ağacımız var ki, onun əslində nur ağacı olduğu deyilir. O yaxşı bir ağacdır, o xeyir və şəri bilmə ağacıdır. It's the tree of knowledge of good and evil. Hökmdarlar Adəmə ondan yeməməyi əmr etdilər. Onun qarşısında duraraq onu gizlətdilər. Qorxdular ki, o yuxarı dolğunluğa baxar, onların çılpaqlığını görər və öz ayıblarını tanıyar. Lakin mən onların ondan yeməsinə səbəb oldum. Mən xilaskardan soruşdum, ağa, Adəmi yeməyə məcbur edən ilan deyildimi? O gülümsədi və dedi, ilan onları yeməyə məcbur etdi ki, çoxalmaq üçün şər arzusu yaratsın. Beləliklə Adəm onun üçün faydalı olsun. Beləliklə indi ikinci dəfədir ki, hər iki iradənin uyğunlaşdığı görünür. Xilaskar onların yeməsini istəyir, yeməyi əmr edir. Lakin iblis də, dırnaqarası ilan da ona yeməyi əmr edir. Və sanki İsa gülümsəyir, çünki bu həm də əsl ilan olmaya bilərdi. Yəni o, bunun hərfi mənada bir ilan olduğunu düşünməsinə gülümsəyir. Gəlin davam etməzdən əvvəl ağac və bağ haqqında danışaq ki, hamımız eyni səhifədə olaq. Hazırıqmı? Beləliklə Tövratda Yaradılış kitabı 3-cü fəsil 22-24-cü ayələrdə deyilir. Və Rəbb Tanrı dedi, insan indi xeyir və şəri bilərək bizdən biri kimi oldu. Onun əlini uzadıb həyat ağacından da götürüb yeməsinə və əbədi yaşamasına icazə verilməməlidir. Beləliklə Rəbb Tanrı onu götürüldüyü torpağı becərmək üçün Ədin cənnətindən qovdu. İnsanı qovduqdan sonra o, Ədin cənnətinin şərq tərəfinə, keruvaları və həyat ağacına gedən yolu qorumaq üçün irəli geri çaxan alovlu qılıncı yerləşdirdi. Aha, deməli Tövratda da deyilir ki, iki ağac var. Beləliklə, əlyazmanın dediyi şey Tövratın dediyinə yad deyil. İki ağac var və Tövrata görə Adəm elm ağacından yeyir, hansı ki, digər əlyazmaya görə İsa'nın ona yeməyi əmr etdiyi ağac idi. Lakin o, zəhərli olan həyat ağacından yemir. Lakin onların ikisi arasında bir fərq var. Əlyazmada deyilir ki, onlar bir növ onun ondan yeməsini istəyirdilər. Bu, bir növ tələ idi. Tövratda isə Tanrı onun üzərinə mühafizəçi qoyur. Gəlin davam edək. Tövratda Adəmə elm ağacından yeməmək tapşırılır. Lakin ona həyat ağacından yemək də qadağan edilir. Biz Tövratdan bilirik ki, o hər ikisini yeməməlidir. Yəhyanın kitabında yaxşı ağac və pis ağac var. Pis ağac həyat ağacıdır. Yaxşı ağac elm ağacıdır. Aydındır? Yaxşı. Gəlin Qurana baxaq və görək Quran nə deyir. Lakin şeytan ona pıçıldayaraq dedi, ey Adəm, sənə əbədiyyət ağacını və çürüməyən bir səltənəti göstərimmi? Beləliklə Quranda iblis Adəmi bir ağacdan yeməyə şirnikləndirir və o, onu həyat ağacından yeməyə şirnikləndirir. Hansı ki, əlyazmaya görə bu pis ağacdır. Quran-ı Kərimdəki başqa bir ayədə deyilir. Sonra şeytan onların ayıb yerlərindən gizli qalanları onlara göstərmək üçün onları vəsvəsəyə saldı. O dedi, Rəbbiniz bu ağacı sizə yalnız mələk və ya ölümsüz olmayasınız deyə qadağan etdi. Aydın şəkildə ilanın sözləri təkrarlanır. Beləliklə, indi Quran-ı Kərimdə 20-ci və 7-ci surələrdə Adəmin imtihana çəkildiyi ağacın
həyat ağacı olduğunu müəyyən edən 2 ayəmiz var. Və həyat ağacı pis bir ağac kimidir. As being the tree of life, and the tree of life is like a bad tree. Və Qurani-Kərimdə deyilir: "Və xatırla ey peyğəmbər, biz sənə dedik: Həqiqətən Rəbbin insanları əhatə etmişdir. Biz sənə göstərdiyimiz o görüntünü, həmçinin Quranda zikr edilən lənətlənmiş ağacı insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin bu ancaq onların üsyanını artırır." Beləliklə indi bu pis ağaca istinad edən başqa bir surəmiz var. Pis bir ağaca istinad edən 4-cü bir surəmiz var. Orada deyilir: "Bu qonaqlıq üçün daha yaxşıdır, yoxsa zəqqum ağacı? Həqiqətən biz onu zalımlar üçün bir sınaq etdik." Adəm zalım idi və ağac bir imtahan rolunu oynadı. Düzdür ya yox? O cəhənnəm odunun dibindən çıxan bir ağacdır. Onun meyvəsi şeytanların başları kimidir. Subhanallah. Sübhanallah. Lakin Quranda elm ağacına dair heç bir istinad yoxdur. Hər halda bu adla yoxdur. Lakin Quranda mübarək bir ağaca, yaxşı bir ağaca istinadımız var. A good tree. Allah göylərin və yerin nurudur. Onun nuru içində çıraq olan bir taxçaya bənzəyir. Çıraq bir billurun içindədir. Billur sanki parlayan bir ulduzdur. Nə şərqə, nə də qərbə aid olan mübarək zeytun ağacının yağından yandırılır. Yağı az qala öz-özünə işıq saçır. Ayə bu cür davam edir. Beləliklə, indi lənətlənmiş ağaca istinad edən 4 ayəmiz, mübarək ağaca istinad edən 1 ayəmiz var. Biz bilirik ki, Allah Quranda Adəmə şeytana itaət etməməyi söyləməklə lənətlənmiş ağacdan yeməməyi xəbərdarlıq edir. İsa da əlyazmada lənətlənmiş ağacdan yeməməyi xəbərdarlıq edir. Şeytan Adəmin ondan yeməsini istəyir. Adəm ondan yeyir. Burada isə mübarək ağacımız var. Qurani-Kərim 24-35. İsa ona bundan yeməyi əmr edir. O, onun bundan yeməsini istəyir. Şeytan Adəmə bundan yeməməyi xəbərdarlıq edir. Adəm bundan yeyir. Bu necə mümkündür? Gəlin görək. Gəlin bütün bunları bir araya gətirək. Bu, xüsusi rəvayətdə səhabələrdən biri deyir: "Mən İmam Rıza əleyhissalama dedim: Ey Rəsulullahın oğlu, mənə Adəm və Həvvanın yediyi ağac haqqında danış. Adəm və Həvvanın yediyi ağac nədir? O nə idi? İnsanlar bu barədə ixtilaf edirlər. Bəziləri rəvayət edirlər ki, bu buğda idi. Digərləri deyirlər ki, bu üzüm idi. Başqaları isə deyirlər ki, həsəd ağacı idi." O cavab verdi: "Bunların hamısı doğrudur." Beləliklə, indi İmam Rıza əleyhissalam təsdiqləyir ki, Adəmin imtahana çəkildiyi o ağaclardan biri əslində pis ağac idi. Çünki həsəd yaxşı bir şey deyil. Evil tree, because envy is not a good thing. O cavab verdi: "Bunların hamısı doğrudur." Mən dedim: "O zaman bu müxtəlif izahların mənası nədir?" O dedi: "Ey Əbu Səlt, cənnət ağacı çoxlu növ meyvələr verir. Bu buğda ağacı idi və üzərində üzüm var idi, lakin bu dünyanın ağacları kimi deyil." Sonra o, Muhammedin və onun pak ailəsinin fəzilətinin tanınmasını və əgər onlar olmasaydı Allahın heç nəyi yaratmayacağını qeyd etdi. Və Allahın kəlamına gəlincə, buna görə də onlara həsəd gözü ilə baxmaqdan çəkin, yoxsa mənim hüzurumdan qovularsan. Adəm onlara, yəni Ali Muhammedə həsəd etdi və onların məqamını arzuladı. Beləliklə şeytan ağacdan yeyənə qədər onun üzərində güc qazandı. Beləliklə Adəm, Muhammed və Ali Muhammedə həsəd edir. Muhammad and the family of Muhammad. Və şeytan o ağacdan yeyənə qədər onun üzərində güc qazandı. Beləliklə birinci həsəddir. İkinci odur ki, o ağacdan yeyir, lakin həsəd özü bir ağacdır. Beləliklə o iki ağacdan yeyir, görürsünüz, və şeytan Həvva üzərində güc qazandı. Çünki o Fatiməyə həsəd etdi. Beləliklə burada həsəd ağacımız var. Adəm yeməsi qadağan olunan o pis həsəd ağacından yeyir. O həsəd edir və buradakı Ali Muhammed əleyhissalamın ağacına baxır. Beləliklə Allah Adəmə, Muhammed və Ali Muhammedə həsəd etməməyi əmr etmişdi. Adəm Allahın ona qadağan etdiyi şeydən, həsəddən, lənətlənmiş ağacdan yedi. O, həsəd gücü ilə zina edir. Adəm sonra elm ağacı ilə həddi aşdı. Onun üçün ayrılmış meyvədən yeməklə deyil,
ondan üstün olmağı, ondan daha yaxşı olmağı arzulamaqla həddi aşdı. Beləliklə, Adəm hər iki ağacdan yedi, çünki Tövrat onun elm ağacından yediyini deyir. Quran isə onun həyat ağacından yediyini deyir. Və Yəhyanın apokrifi onun hər ikisindən yediyini eyham edir. Və bu, Adəmin nəslinin niyə salih və qeyri-salih qarışığı olduğunu izah edir. Because Və rəvayətlər də aydınlaşdırır ki, pis ağac Bəni Üməyyə ağacıdır. Və biz bilirik ki, Bəni Üməyyə nəsli və Haşimin, Muhammed və Ali Muhammedin nəsli əslində fiziki dünyada bir növ qohum idilər. Onlar həmçinin qarışıq idilər. relatives, they were also mixed. Okay. Baş hökmdar Yəldəbus anladı ki, Adəmin daxilindəki nurla dolu Epioniya sayəsində Adəmin ağlı onun öz ağlından daha böyükdür. Və Adəm ona itaətsizlik edib. Adəmə verdiyi gücü geri almaq üçün Yəldəbus Adəmi tamamilə unutqan etdi. Mən soruşdum, ağa, tamamilə unutqan nə deməkdir? O cavab verdi. Bu Musanın yazdığı Allah Adəmi dərin yuxuya verdi deyil. Əksinə, Yəldəbus Adəmin qavrayışlarını pərdələdi və o şuursuz oldu. Peyğəmbərin onun üçün dediyi kimi, mən onların qəlblərini kütləşdirəcəyəm ki, görməsinlər və başa düşməsinlər. Nurla dolu Epinoya Adəmin daxilində dərinlikdə gizləndi. Xatırlayın, biz dedik ki, Həvva və ya göndərilən bu nur yaxşı nəfs idi, elə deyilmi? İndi baxın nə baş verir. Nur Adəmin daxilində dərinlikdə gizlənir. Baş hökmdar onu onun sinəsindən çıxarmağa çalışdı. Sinədə nə mövcuddur? İmam Əhməd Əl-Həsən əleyhissalam buyurub ki, nəfs sinədə yaşayır, lakin Epioniya tutula bilməz. Baxmayaraq ki, zülmət onu qovdu. Beləliklə, indi Adəmin sinəsində həm pis nəfs, həm də yaxşı nəfs var. Chest. Pis nəfs yaxşı nəfsi məhv etməyə çalışır və yaxşı nəfs pis nəfs tərəfindən ələ keçirilmir. Baş hökmdar Adəmdən bir qədər güc çıxardı və ondan gördüyü nurla dolu Epioniya əsasında qadına bənzər bir fiqur formalaşdırmaq üçün istifadə etdi. O, kişidən alınan o gücü o qadına qoydu. Bu Musanın dediyi kimi, onun qabırğa götürüb qadını yaratması kimi baş vermədi. Adəm qadını yanında gördü və İmam Əhməd Əl-Həsən əleyhissalam da bu rəvayəti inkar edir. O dedi ki, bu baş verməyib. Adəm qadını yanında gördü. Nurla dolu Epioniya dərhal ona göründü. Ağlını qaraldan pərdəni qaldırdı. O, qaranlığın sərxoşluğundan ayıldı və öz yarını tanıdı. Counterpart, his soulmate, his other half. Onun ruh yoldaşı, sinəsində olan digər yarısı indi şuurlu bir varlıq kimi ona baxır. Bu, həm də inanılmaz dərəcədə romantikdir və evliliyin, ruh yoldaşının və dinin yarısının evlilik olması məsələsinin əhəmiyyətinə işıq salır, elə deyilmi? O dedi, bu mənim sümüyümdən sümük, ətimdən ətdir. My flesh. Okay. Now, İndi başqa bir əlyazmada dünyanın mənşəyi üzərinə əlyazmasında deyilir. İstirahət günündən sonra Sofiya qızı Zoyanı, Həvva adlanan qızını təlimatçı kimi göndərdi ki, ruhu olmayan Adəmi canlandırsın. Beləliklə onun törədəcəyi uşaqlar nur qabları ola bilsinlər. Beləliklə indi bilirik ki, Sofiya bir iondur. Onun gücü bir aləmdir, elə deyilmi? Bu Zoya onun qızıdır, düzdür? Sofiya qızı Zoyanı göndərdi. Beləliklə Zoya Sofiyanın qızıdır. 4-cü ion, 4-cü nur Eleletin üzərinə qoyuldu və onunla birlikdə olan digər 3 ion kamillik, sülh və hikmətdir. Bu eyni əlyazmamızdandır. Yəhyanın gizli kitabı, Barbelo, hər şeyin bətni oldu. Çünki onların hamısından əvvəl olan odur. Beləliklə, əsasən bunlardan və digər əlyazmadan Setin 3 stilindən bizdə sən, Barbelo və ya ionların anası deyə bir cümlə var. Sən bütövlüyü vücuda gətirdin. Beləliklə, indi bilirik ki, əsasən Həvva, Adəmin daxilinə yerləşdirilən Zoyanın fiziki yaradılışı və ya təcəllisidir. Zoya anası Sofiyanın bir təcəllisidir və Sofiya Barbelodan, Fatimə-i Zəhradan bir təcəllidir. Manifestation actually of her mother Sophia, and Sophia is a manifestation from Barbello Fatima to Zahra.
Ona görə də kişi ata-anasını tərk edib qadınla birləşəcək və ikisi bir bədən olacaqlar. Çünki onun köməkçisi ona göndəriləcək. Beləliklə insanlar buna görə evlənirlər. İnsanlar evlənirlər çünki sizin digər yarınız sizi tamamlamağa kömək etmək üçün gəlir ki, siz tək bir varlıq olasınız. Bacımız Sofiya itirdiyini geri almaq üçün məsumcasına aşağı indi. Buna görə də o, həyat, dirilərin anası adlanır. Beləliklə Həvva Zoyadır. Onun adlarından biri də Həvvadır və həmçinin Sofiya da Həvva, səmavi qüdrətin təqdirindən olan kəs adlandırılır. Onun köməyi ilə insanlar kamil elmə yiyələnə bilərlər. Mən elm ağacında nurun saf təqdirindən olan Epinoyadan qartal kimi göründüm ki, onları öyrədim və dərin yuxudan oyadım. Beləliklə, eynilə Əhl-i Kisanın daha yüksək aləmlərdə olduğu kimi və ya onların ağaclarda görünən təzahürləri olduğu kimi, bu aşağı aləmdə də İsa var. O, elm ağacında Adəmə qartal kimi görünür. Onlar düşmüşdülər və çılpaq olduqlarını bilirdilər. Beləliklə, buradakı eyham odur ki, əsasən onlar o ağacdan yedikdən sonra qovulmazdan əvvəl İsa onlara öyrətdi. O onları aydınlatdı, o onları oyatdı. Onlar düşmüşdülər və çılpaq olduqlarını bilirdilər. Epinoya nurla dolu bir varlıq kimi göründü və o, onların ağıllarını aydınlatdı. Yəldəbusa onların ondan üz döndərdiyi məlum olanda bu yeri lənətlədi. O qadının özünü kişiyə hazırladığını gördü. O qadını kişinin hakimiyyəti altına qoydu. Çünki o ilahi planı bilmirdi. Beləliklə, burada görünür ki, onun iradəsi bir daha Allahın iradəsi ilə uyğunlaşır. Lakin o sadəcə cahildir. Yəni, onun bir səbəbi var, amma Allahın da bir səbəbi var. Onlar hilə qururlar, Allah da hilə qurur. Kişi və qadın Yəldəbusu inkar etməkdən çox qorxurdular. O, mələklərinə öz cəhalətini göstərdi və onların hər ikisini cənnətdən atdı. Onları ağır zülmətlə geyindirdi. Buradakı müəllifin deməyə çalışdığı cəhalət odur ki, təbii ki, onları yaratmaq və sonra onlara güc vermək və sonda onları bəyənməmək və cənnətdən qovmaq əməli ziddiyyətlidir. Bu, həqiqi bir Allaha yaraşan əməl deyil. Baş hökmdar gənc qadının Adəmin yanında durduğunu gördü. O anladı ki, həyatın nurla dolu epioniyası onun daxilindədir. Lakin o hələ də tamamilə cahil idi. Təqdir Fatimə-i Zəhra nə baş verəcəyini görəndə, Yəldəbus onu tamamilə mundarlamazdan əvvəl ilahi həyatı Həvvadan çıxarmaq üçün köməkçilər göndərdi. Yəldəbus sonra Həvvaya təcavüz etdi. O, 2 oğul doğdu. Birincisi Elohim, ikincisi Yahve adlanırdı. Sizə deyirəm, bu insanlar üçün təbii ki, son dərəcə təhqiramız qəbul ediləcək bir şeydir. Lakin bu, öyrənməli olduğumuz bir əlyazmadır. Gəlin davam edək. Elohimin ayı üzü var idi. Yahvenin pişik üzü var idi. Biri salih idi, digəri salih deyildi. Yahve salih idi, Elohim deyildi. Yahve od və külək üzərində hökmranlıq edirdi. Elohim su və torpaq üzərində hökmranlıq edirdi. Yəldəbus onları səhv olaraq Qabil və Habil adlandırdı. Beləliklə, o əsasən deyir ki, iblisin təcavüzünün nəticəsi təkcə Qabil deyildi. Əslində, onların hər ikisi idi və buna görə də onlar bir növ bir-birlərini öldürdülər. Və sonra soy artımı Adəmin həqiqi fiziki oğlu ilə yenidən başladı və o oğul Hibbətullah və ya Şis idi. O vaxtdan indiyə qədər baş hökmdarın ucbatından cinsi əlaqə davam edib. Çünki o, Adəmi müşahidə edən qadına çoxalma arzusunu qoydu. Cinsi əlaqə vasitəsilə hökmdar yeni insan bədənlərinin doğulmasına səbəb oldu və o, hər birinə öz süni ruhunu üfürdü. Beləliklə, bu məqamdan etibarən doğulan hər bir insan daxilində pis nəfslə doğuldu. Yəldəbus 2 oğula, məzarı və ya maddi dünyanı idarə etmək üçün təbii elementlər üzərində hakimiyyət verdi. Adəm öz qabaqcadan bilməsinin surəti ilə cinsi əlaqədə oldu və daha yüksək aləmlərdəki səmavi irq əsasında formalaşdırılmış insanoğlu kimi bir oğul atası oldu. O, onu Şis adlandırdı. Eyni şəkildə ana öz ruhunu, öz surətini, tam ali aləmin nümunəsini aşağı göndərdi ki, ali aləmlərin enişi üçün yer hazırlasın.
Lakin baş hökmdar insanlara unutqanlıq sularından içirtdi ki, haradan gəldiklərini bilməsinlər və insanların niyə unutduğu barədə bu mövzu burada bir daha mövcuddur. Unutqanlıq çayı var və indi biz bunun Platonun yazılarında oxuduğumuz Ermifində və həmçinin Həftül Şərifdə və Qurandakı cənnət çayı Səlsəbil haqqındakı ayənin təfsirində qarşımıza çıxdığını görürük. Interpretation of the verse from the Quran of the river in paradise called Salsabila. Şisin övladları bir müddət bu vəziyyətdə qaldılar ki, ruh müqəddəs aləmlərdən enəndə onları yuxarı qaldıra, bütün xətalarından sağalda və Allahın dolğunluğunu bərpa edə bilsin. Mən xilaskardan soruşdum, ağa, hər ruh xilas olacaq və saf nura daxil olacaq? O dedi, sən vacib bir sual verirsən. Lakin dəyişməz irqin bir hissəsi olmayan heç kim üçün buna cavab vermək mümkün deyil. Beləliklə, indi sizdə belə bir təsvir yaranır ki, bir qrup insan var, bu qrup insanlar dəyişməz irq adlanır. Bunlar saf ruhlardır. Bunlar Şisin oğulları, Adəm və Həvvanın həqiqi oğullarıdır. Bunlar cənnətə girəcəkləri vəd edilən, zəmanət verilən fərdlərdir. İndi yaradılışın qalan hissəsi üçün heç bir zəmanət yoxdur. Onlar o insanlardır ki, həyat ruhu onların üzərinə inir və qüdrət onlara xilas olmağa, kamil olmağa və əzəmətə layiq olmağa imkan verir. Onlar şəri özlərindən uzaqlaşdırırlar və heç bir fəsad istəmirlər. Onlar qəzəbdən, həsəddən, qısqanclıqdan, arzu və tamahdan azaddırlar. Beləliklə, dəyişməz irqə mənsub olmayan, lakin xilas olmağa ümid edənlərin təsviri budur. Onlar o kəslərdir ki, öz pis nəfslərinə qalib gəlirlər. Şəri özlərindən uzaqlaşdırırlar. Onlar yer üzündə heç bir fəsad istəmirlər. Onlar qəzəbdən azad olurlar. Onlar özlərini həsəddən, qısqanclıqdan, arzudan, tamahdan təmizləyirlər və fiziki bədən onları narahat edir. Onlar onu üzərlərindən çıxaracaq kəsləri gözləyərkən geyinirlər. Onlar sadəcə öldürülməyi gözləyirlər. Onlar dua edirlər ki, ya Allah, onlar şəhadət gününü gözləyirlər. Onlar bu fiziki bədəndə ilişib qalmaları faktına nifrət edirlər. Onlar bundan iyrənirlər. Onlar məhv olmayan əbədi həyata layiqdirlər. Bu nə qədər çətindir və bunu həqiqətən hiss edənlər nə qədər azdır. Onlar hər şeyə dözürlər, hər şeyi daşıyırlar ki, xeyri qəbul etsinlər və əbədi həyatı miras alsınlar. Təsəvvür edə bilirsinizmi? Həyat boyu qətl edilməyinizi gözləyirsiniz. Qatilinizi gözləyirsiniz və nəhayət onunla qarşılaşanda bu sanki həyatınızın ən xoşbəxt günüdür. Baxın, o nə qədər xoşbəxtdir. That's the description in the narrations of Muhammad and the family of Muhammad of the true Shia, by the way. Yeri gəlmişkən, Muhammed və Ali Muhammedin rəvayətlərində həqiqi şiənin təsviri budur. O kəslər ki, qiyam gününü gözləyirlər, ona hazırlaşırlar. Hətta bir oxla olsa belə. Hədislər var ki, deyir, kafirlərlə döyüşə çıxacaqları və şəhadətə çatacaqları günü arzulamayan və buna hazırlaşmayan kəs bizim şiəmizdən deyil. Mən soruşdum, Mövlam, bəs həyat ruhunun qüdrəti üzərlərinə ensə belə, bu şeyləri etməyən ruhlar necə olacaq? Aha, bəs belə hiss etməyən insanlar necə? O cavab verdi. Əgər ruh həqiqətən insanların üzərinə enərsə, onlar dəyişir və xilas olurlar. Qüdrət ruhdan gəlir və onsuz heç kim ayaqda belə dura bilməz. Beləliklə bunlar saxta olanlardır. Bunlar süni ruhla hərəkət edən insanlardır. Doğuşdan sonra əgər həyat ruhu onlarda böyüyərsə, qüdrət onlara daxil olar və ruhları güclənər. O zaman heç nə onları pisliyə çəkə bilməz. Beləliklə həyat ruhu nəfs bir qadındır. Onun mənşəyi Həvvadır. Onun mənşəyi Fatimə-i Zəhradır. Bu daxildəki ruhdur ki, ruhlarımızı gücləndirir. O bizim ruhlarımıza kömək edir. O yaxşı nəfsdir. Hamımızın ondan yaradıldığı nəfsdir, elə deyilmi? Həqiqətən biz sizi tək bir nəfsdən yaratdıq. Lakin əgər süni ruh və ya pis nəfs insanları daxil olarsa, onları azdırar. Sonra mən dedim, Mövlam, ruhlar bədəni tərk edəndə hara gedirlər? O gülümsədi və cavab verdi. Əgər bir ruh güclüdürsə və pis nəfsdən daha çox qüdrətə malikdirsə, o əbədi olanın köməyi ilə pislikdən qaçır. O ruh xilas olur və əbədi rahatlığa çatır.
Mən soruşdum, Mövlam, bəs həqiqətən kimə aid olduqlarını bilməyən insanların ruhları necə olur? Onlar hara gedirlər? İndi bu maraqlı bir sualdır, çünki o soruşur, bəs o insanlar ki deyirlər, mən yaxşı və ya pis olduğumu bilmirəm. Cənnətə və ya cəhənnəmə gedəcəyimi bilmirəm. Kim belə insanları tanıyır? O cavab verdi, o insanlarda süni ruh güclənib. Yaxşı və ya pis olduğunu, cənnətə və ya cəhənnəmə gedəcəyini sorğulayan hər kəs o insanlardır ki, pis nəfs onlarda həqiqətən güclüdür və onlar yolunu azıblar. Onların ruhları ağırdır, onlar şərə doğru çəkilirlər və unutqanlığa düşürlər. Ona görə də onlar kimi olmayın, yəqinə sahib olun. Buna bənzər bir ruh bədəni tərk edəndə əgər o halda ölsəniz, o hökmdarlar tərəfindən yaradılmış qüvvələrə təhvil verilir. Onlar onu zəncirləyir və yenidən həbsxanaya atırlar. O elə hey fırlanır o vaxta qədər ki, nəhayət elm vasitəsilə unutqanlıqdan azad olur. O zaman o kamil olur və xilas edilir. Və bu əsasən nirvana anlayışından və reinkarnasiya dövrlərindən qaçışdan danışır. Əgər ölüm anı sizə çatanda nura aid olduğunuzu və hara gedəcəyinizə 100% əmin deyilsinizsə, reinkarnasiyalardan heç vaxt qaça bilməyəcəksiniz. Mən soruşdum, Mövlam, ruh necə kiçilir ki, anasına və ya bir kişiyə daxil ola bilsin? O soruşduğuma sevindi və dedi, lakin sonra suala tam cavab vermir. Əksinə, hamınızın çox yaxşı bilməli olduğu bir şeyə keçir. O deyir, bunu başa düşdüyün üçün həqiqətən mübarəksən. Ruh, daxilində həyat ruhu məskunlaşan başqa biri tərəfindən idarə olunmalıdır. Bu rəhbərlik vasitəsilə o xilas olur və bir daha bədənə daxil olmaq məcburiyyətində qalmır. Öz zamanımızdakı həyat ruhunu, zamanın imamını, zamanımızın höccətini tanımadıqca xilas olmaq qeyri-mümkündür. Mən dedim, Mövlam, həqiqi elmi əldə edib sonra ondan üz döndərən insanların ruhlarına nə olur? Bəs mürtədlər, bəs inanıb sonra inkar edən insanlar, onlara nə olur? O cavab verdi, yoxsulluq şeytanları onları tövbə şansı olmayan bir yerə sürükləyəcək. Onlar ruha kafir olanların əbədi cəzalandırılacağı vaxta qədər orada qalırlar. Beləliklə, Allaha lənət edənlər bərabərdir mürtəd olanlar. Mən soruşdum, Mövlam, süni ruh haradan gəldi? Beləliklə, mürtədlik üzərində ölən bir şəxs, əsasən onun üçün heç bir şans yoxdur. Onlar reinkarnasiya etmirlər, onlar birbaşa cəhənnəm oduna gedirlər. Mən soruşdum, Mövlam, süni ruh haradan gəldi? O dedi, ana, ata mərhəmətlidir. Bizə şəfqəti olan müqəddəs ruhdur. Nurun təqdirinin epiniyası vasitəsilə ana, ata kamil irqin övladlarını böyüdür. Onların ağıllarını və əbədi nurlarını yüksəldir. Baş hökmdar onların ondan yuxarıda olduğunu və ağıllarının onunkundan daha yaxşı olduğunu görəndə onların düşüncəsini dayandırmaq istədi. Beləliklə bizim bir müharibəmiz var. Dostlar, bu təkrar baş verən mövzudur və düşünürəm ki, sizin bundan xəbərdar olmağınız çox vacibdir. Həyatınızın hər günü diqqətinizi yayındırmaq üçün sizin diqqətiniz uğrunda gedən bir müharibə var. Və görürsünüz, hətta texnologiya ilə, hazırda dünyada baş verən hər şeylə, onlar davamlı olaraq sadəcə yeni, kiçik şeylər, yəni qısa TikTok videoları sizi düşünməkdən yayındıracaq hər hansı bir şey ortaya atırlar. O, onların düşüncəsini dayandırmaq istədi, lakin onların ağlının nə qədər böyük olduğunu başa düşə bilmədi və onları dayandıra bilmədi. O, şər ruhlarla, öz qüvvələri ilə bir plan qurdu. Hər biri hikmətlə birləşdi və taleyi, həbsin son formasını yaratdı. Tale, şər ruhların növləri qədər çox müxtəlif yollarla dəyişir. Tale qəddardır. Tale tanrılardan, hakimiyyətlərdən, şər ruhlardan və ona həbs olunmuş insan nəsillərindən daha güclüdür. Beləliklə, o deyir ki, əsasən pis nəfs müxtəlif şəhvətlərin, müxtəlif arzuların, bütün bu müxtəlif şər ruhlarından təşkil olunub və yaradılıb və onlar kollektiv şəkildə pis nəfsi formalaşdırırlar və pis nəfs insandan insana dəyişir
Biri alkoqolik ola bilər. Birində şəhvət və ya zina şər ruhu ola bilər və s. of lust or adultery or. Taledən günah, zorakılıq, küfür, unutqanlıq, cəhalət, ağır qanunlar, böyük günahlar və dəhşətli qorxu meydana gəldi. Beləliklə bütün yaradılış kör oldu. Hər şeydən uca olan Allahdan xəbərsiz oldu. Çünki onlar unutqanlıq içində həbs olunmuşdular. Onlar günahlarını bilmirdilər. Onlar talih hökmü altında müəyyən edilmiş vaxtlar və fəsillər tərəfindən idarə olunurdular. Daha sonra Yəldəbus yaratdığına peşman oldu. O, yaradılışın və bəşəriyyətin üzərinə böyük bir tufan göndərməyə qərar verdi. Lakin təqdirin böyük nuru Nuha xəbərdarlıq etdi. O, insan övladlarına təbliğ etdi. Lakin ona yad olanlar qulaq asmadılar. Bu Musanın yazdığı kimi onların bir gəmidə gizlənməsi şəklində olmadı. Əksinə onlar bir nur məkanında gizləndilər və biz bunu əvvəllər nəzərdən keçirmişdik. Təkcə Nuh deyil, dəyişməz irqdən olan bir çox başqaları da parlaq bir buludla gizlənməyə getdilər. Nuh öz hakimiyyətini tanıdı. Görürsünüz, Nuh çaşqınlıq içində değildi və onları işıqlandıran nur varlığını tanıdı. Baş hökmdar bütün dünyanın üzərinə qaranlıq yağdırsa da, baş hökmdar öz qüvvələri ilə başqa bir plan qurdu. Onlar şər ruhları insan qızlarının yanına göndərdilər ki, zövq üçün onlardan uşaqları olsun. Lakin onlar uğursuz oldular və bu soylar baxımından üzərindən keçdiyimiz və hikmət sahibinin qayəsində nəzərdən keçirdiyimiz həmin anlayışdır. Onlar uğursuz olduqdan sonra üçüncü bir plan qurdular. Onlar nazil olmuş ruha bənzəyən süni bir ruh yaratdılar. Ruhu və nəfsləri əkmək üçün şər ruhlar öz görkəmlərini dəyişərək qadınların ərlərinə bənzədilər. Onlar qadınları o qaranlıq şər ruhu ilə doldurdular. Və düşünürəm ki, bura ruhun ötürülməsi ilə cinsi əlaqə və ya cinsi təcrübə arasında birbaşa əlaqə qura biləcəyiniz ən qabarıq sahələrdən biridir. Və bu əsasən o deməkdir ki, hər dəfə fərd bir şəxslə cinsi əlaqədə olanda bu mübadilə baş verir. Təsəvvür edin, o qədər insan var ki, onlar cinsi əlaqəyə və ya yadlarla zinaya və əxlaqsızlığa qurşanıblar. Onlar pis bir nəfsdən çoxlu dəhşətli enerjilər mübadilə edə bilərlər. Şər ruhlar o qarşılıqlı əlaqədən və ya o yolla ötürülə bilər və o şər ruhlar sonradan sizə əzab verirlər. And those demons end up tormenting you later. Sonra onlar qızıl və gümüş pul və sikkələr, dəmir və digər metallar və bütün bu kimi şeyləri yaratdılar. Bu şeylərə cəlb olunan insanlar bəlaya, çaşqınlığa sürükləndilər. Onlar xoşbəxt olmadan qocaldılar. Həqiqəti tapmadan öldülər. Həqiqi Allahı heç vaxt tanımadılar. Bu yolla onlar dünyanın təməlindən indiyə qədər bütün yaradılışı kölə etdilər. Görürsünüz, onlar bunu belə etdilər. Onlar bunu pis nəfsi yaymaqla etdilər və pis nəfsi yaydılar. Və hər yerdə cinsi əlaqədə olmaqla şər ruhları yaydılar və belə etməklə hamını kölə etdilər. Onlar bəzi qadınları götürüb zülmətdən uşaqlar törətdilər. Onların qəlblərini pis nəfsin süni ruhunun sərtliyində sərtləşdirdilər və bu günə qədər davam edir. Beləliklə təhlükə budur və baş verən böyük müharibə budur. Və bizim diqqət etməli olduğumuz şey budur, xüsusilə qarşımızdan gələn il. Qarşımızdan gələn illərdə mömin diqqətini mövcud olan bu zülmət əskərlərini aradan qaldırmağa və ya pis nəfsi təslim olmağa məcbur etməyə yönəltməlidir. Mən hər şeyin təqdiriyəm. Mən insan övladlarım kimi oldum. Mən başlanğıcdan mövcud idim. Mən mümkün olan hər yolu getdim. Mən nurun sərvətiyəm. Mən dolğunluğun yaddaşıyam. Mən qaranlığın ən dərin yerinə daxil oldum və daha dibə endim. Mən həbsxananın mərkəzinə daxil oldum. Yəni o yuxarıdan gələn bir nur olduğu halda, bizim olduğumuz bu aşağı fiziki maddi aləmlərə daxil olmaq üçün necə fədakarlıq etdiyindən danışır. Xaosun təməlləri sarsıldı, mən onların şərinə görə gizləndim. Onlar məni tanımadılar, mən ikinci dəfə aşağı gəldim. Səyahətimə davam etdim. Mən nurdan olanların arasından çıxdım. Mən təqdirin yaddaşıyam, mən qaranlığın ortasına, yeraltı dünyanın daxili hissəsinə girdim ki, missiyamı tamamlayım. Qulaq asın cəmaat, yuxarıdakı ali aləmlərdən olan varlıqlar necə danışır. Xaosun təməlləri yenidən sarsıldı, az qala oradakı hər kəsin üzərinə çökəcək və onları tamamilə məhv edəcəkdi. Mən yenidən nurdakı köklərimə qalxdım ki, hələ onların hamısını məhv etməyim. Mən üçüncü dəfə endim, mən nuram, nurda yaşayanam. Mən təqdirin yaddaşıyam, mən ən dərin zülmətə girdim.
Mən yeraltı dünyanın ən aşağı hissəsinə endim. Onların vaxtının sonunu düşünərək üzümün parlamasına izin verdim. Mən onların həbsxanasına girdim. Bədən o həbsxanadır. Mən səsləndim. Kim eşidirsə dərin yuxudan oyansın. I called out, whoever hears, rise up from deep sleep. What did Ahmed Hassan Aleyhisselam say? İmam Əhməd Əl-Həsən əleyhissalam nə demişdi? Oyanın ey yatanlar, oyanın ey ölülər. Kim eşidirsə dərin yuxudan oyansın. Yatan oyandı və ağladı. Acı göz yaşlarını sildi. Məni çağıran kimdir? Mən bu həbsxananın dərinliklərində yatarkən bu ümid haradan gəldi? Mən dedim, mən saf nurun təqdiriyəm. Mən bakirə ruhun düşüncəsiyəm. Səni şərəf məkanına yüksəldirəm. Stand up. Ayağa qalx. Eşitdiklərini xatırla, məndəki mərhəmətli olandakı kökünə qayıt. Yoxsulluq şeytanlarından çəkin. İmam Əhməd Əl-Həsən əleyhissalam nə deyir? O deyir, Allaha qayıdın, həqiqətə qayıdın, Allahın kitabına və onun əhlinə qayıdın. Çünki həqiqətən onun qayıdışında və sizin həqiqətə qayıdışınızda dünya və axirət xeyri var. Və bunda sizin üçün dünyada və axirətdə əzabdan qurtuluş var. Və sizin qurtuluş üçün başqa seçiminiz yoxdur. Çünki bu Allahın günüdür. O gün ki, o öz seçilmişləri üçün həmin gündə qalib gələcək. Yoxsulluq şeytanlarından çəkinin, xaos şeytanlarından çəkinin. Sizi zəncirləyəcək hər şeydən çəkinin. Oyanın, oyaq qalın, yeraltı dünyanın dərinliklərindən qalxın. Mən onu yuxarı qaldırdım. Mən onu 5 möhrün nur suyu ilə möhürlədim. Ölümün artıq onun üzərində heç bir gücü yox idi. Mən kamil aləmə qayıtdım. Mən hər şeyi bitirdim və siz bunu eşitdiniz. Xilaskar dedi. Mən indi sənə hər şeyi dedim ki, sən bunları yazasan və gizli şəkildə ruh yoldaşlarınla paylaşasan. Bu dəyişməz irqin sirridir. Onu diqqətlə qoru. Kim onu hədiyyəyə, yeməyə, içkiyə, geyimə və buna bənzər hər hansı bir şeyə dəyişsə, lənətlənəcək. Bu şeylər Yahyaya bir sir kimi gəldi. Xilaskar dərhal yox oldu. Yahya yoldaşları olan həvarilərin yanına qayıtdı və İsa Məsihin ona dediklərini onlara danışdı. Amen. Bilirəm ki, həzm ediləcək çox şey var idi, lakin bunu nəzərdən keçirməyimiz vacib idi. Və Allah sizi qorusun dostlar və gecəniz xeyrə qalsın. Əssəlamu aleykum.